Sosial şəbəkələrdə, xüsusən də bu rəzil TikToka daxil olanda adamın mənəviyyatı sarsılır, ürəyi bulanır. Elə bil millətin əksəriyyəti bir mənəvi körluğa, ağlasığmaz bir başıboşluğa düçar olub. Son günlərdə hər yerdə Arzum 9999 ləqəbli TikToker xanımın məsələsi müzakirə olunur. Deyirlər ki, qəza törədib həbs olunub. İndi də onun üçün petisiyalar imzalanır, dəstək kampaniyaları təşkil olunur. Ev dustaqlığına buraxılması böyük bir qəhrəmanlıq kimi qeyd edilir. Baxın, mən burada həmin xanımın həqiqətən günahkar olub-olmadığını müzakirə etmirəm. O haqda heç nə demirəm. Heç bilmirəm də günahkardır yoxsa yox. Mənim dərdim bu deyil. Mənim dərdim bizim millətin əksər hissəsinin yaşadığı bu dəhşətli mənəvi körluq, ikiyüzlülük və başıboşluqdur. Gəlin özümüzə dürüst sual verək. İnanclı xanımlar şərlənərək həbs olunanda, zindanlara atılanda hardaydınız? Haqqı, ədaləti yazan, doğruları deməyə çalışan jurnalist xanımlar şərlənib dəmir barmaqlıqlar arxasına göndəriləndə səsiniz niyə çıxmırdı? Niyə onlar üçün onlayn imza toplamadınız? Niyə onlara görə sosial şəbəkələri ayağa qaldırmadınız? Bizim o qədər vətən naminə canını qoyan qazimiz çətinlikdən, çarəsizlikdən özünü yandıranda, odlar içində can verəndə hardaydınız? Niyə o qazilərin fəryadına, ax naləsinə bu qədər səssiz qaldınız? İndi mütləq gərək bu və bunun kimi tiktokerlərə səs çıxarasınız. Onların ayağına daş dəyəndə sosial şəbəkələrdə göz yaşı töküb ədalət fəryadı qoparırsınız. Amma əsl haqq sahibləri əziləndə hamınız kar, kör və lal olursunuz. Vay olsun sizin bu saxta mərhəmətinizə, saxta ədalətinizə. Söhbət təkcə bununla da bitmir. Digər tərəfdə də Velizar ləqəbli o Salman Məmmədov peyda olub. Şəhərin ortasında hər cür tərbiyəsizliyi, əxlaqsızlığı təbliğ edir. Gənc nəsli göz görə-görə uçurma sürükləyir. Bu adam canlı yayım açır və eyni anda düz 80 min nəfər bizim o başıboş millət yığışıb, ağzı açıq onun hoqqalarına tamaşa edir, ona pul göndərir, onu bəyənir. Bu qədərmi mənəviyyatsızlaşmısınız? Cəmiyyətin gələcəyini, uşaqların əxlaqını məhv edən birinə niyə səssiz qalırsınız? Niyə çıxıb bu rəzalətə qarşı ədalət istəmirsiniz? Həqiqi dəyərlərə sahib olan insanları tapdalayır, əxlaqsızlığı və yüngüllüyü isə uca tutursuz. Vay olsun sizin bu halınıza. Uca Allah Quran-ı Kərimdə Ər-Rad surəsinin 11-ci ayəsində çox böyük bir həqiqəti buyurur. Şübhəsiz ki, bir qövm özlərində olanı, yəni öz mənəviyyatını, daxilindəki pis xüsusiyyətləri dəyişməyincə, Allah da onlarda olanı yaxşı xüsusiyyətlərlə dəyişməz. Biz öz içimizdəki bu ikiyüzlülüyü, bu mənəvi körluğu və dəyərsizliyi təmizləməsək, heç vaxt düzələn deyilik. Bu rəzaləti izləməyi, cəmiyyəti uçuruma aparanlara dəstək olmağı buraxın. Biraz özünüzə gəlin, haqqın, ədalətin və həqiqi dəyərlərin yanında durmağı öyrənin.